Bu günlərim nə edək? Bu günlərim yerli təşkilatlardan məhsul alaq, məhsul qaytaraq, yəni geri qaytarma edək, onun əməliyyatlarına baxaq. Nəysə nə şey qaldı, sizin işləmədiyiniz yük gömrük bəyannamələri qaldı. Xərc əlavə etməsi etdiniz, amma yük gömrük bəyannaməsi uzun çəkir deyə ödənişlərimiz var, bəli, ödənişlər də eləyək. Bank əməliyyatları da eləyək, yaxşı yadıma saldım. Yenə birinci bank əməliyyatlarından başlayaq. Dövrəyə balans cədvəlimizə baxaq. Görək kimə nə borcumuz var. Birinci biz ödəyək. Bəli, yazıram. Agrovestdə 100 manat borcumuz var. Baxaq görək, ƏDV-si də varmı bunu? Xeyr, sadəcə 100 manat borcumuz var. Ödəniş eləmək istəyirəm. Bank, göndərilən ödəniş tapşırıqları, əlavə et. Mal satana ödəniş ən birinci sırada olan. OK deyirəm və interfeyslə tanış olmağa çalışaq. Görək burada nə var. Öz şirkətim bugünün tarixi durur. Alan şirkət, yəni kim almalıdır bu pulu? Tədarükçülər, yerli tədarükçülər, Agrovest dedim də mən, düzdürmü? Agrovest'i seçdim. İkisine de bank hesabı açmışıq deyə avtomatik düşdü. Bizim bank hesabımız, qarşı tərəfin bank hesabı. O dövrlər nədir orada qabaq? Hansını deyirsən? Tarixlə bağlı. Bu mu? 223.01. Satan sağ. Hansını deyirsən bilmirəm. Tarixdən qabaq buranı mı deyirsən? Bu sənədin nömrəsidir. Yazmaq verəndə özü düşür. Biz onu əlindən təyin etmirik. Burada aşağıda yazmaq veririk. Yazmaq verəndə özü düşür. Məbləğimiz nə qədər ödəməliyik? Yaxınlaşaq. Hara getdi bu? Dövrəyə balans cədvəlindən baxaq. 100 manat ödəməliyik. 100 manat. Təşkilatın şöbəsi. Deyək ki, qərar inzibatidən verildi. Müqavilə avtomatik çıxıb. Hesablaşma nömrəsi. Yəni hansı hesaba ödəyirik? Ondan gedir söhbət. 531. Çünki burada artıq öz hesabımız var, bank hesabımız. Avansda olacaq nə? Mən ödəyirəmsə 243. Opsional 1. Pul vəsaitinin hərəkət maddəsini seçirəm. Pulu mən köçürdüyümə görə pul vəsaitinin köçürməsi. Burada nədir? Öhdəlik. Satana qalan ödəniş. Mal satan ödəniş niyə yoxdur? Daxil olma var. Pul vəsaiti var. Öhdəlik ədəbi. Tədarükçü ödənişi. Seçək malların satışı öz avtomatik var. Avans balans seçmirəm. Verilənlərin köçürməsi. Bu niyə belə çıxdı? Büdcə xərclərinin iqtisadi bu mənə lazım deyil. Büdcə səviyyəsinin kodu lazım deyil. Bura zaten düşübdür. Bir dənə uşaqlar, diqqət etməli olduğunuz şey nədir? Ödəniş əgər gedirsə, çıxmasını istəyirsinizsə, ödəniş tapşırığı ödənilibdir deyə yerini seçməniz lazımdır. Seçdiyiniz zaman bu çıxacaq. Bura əvvəl nə üçün? Biz ödəniş tapşırığını vururduq, çapa verirdik, aparıb banka verirdik. Elə olurdu ki, həmin gün növbəti gün gəlişin zaman, yəni tezdən işə gəldiyimizdə banklar bizə bu pıskaları göndərirdi. Bu pıskalardan bilirdik ki, pul çıxıb yoxsa yox. Ona görə buranı işarə eləyirdik ki, pulu həqiqətən silsin hesabdan yoxsa yox. Eləmək olurdu, bəli. İndi də birləşdirmə forması var. Təsdiq etdim sənədimi, Agrovest'in debit kreditinə baxıram. Bəli, bank əməliyyatım getdi. Dövrəyə qalıq cədvəlində yeniləmə verirəm və gəlirəm yenə Agrovest'də əməliyyat yoxdur. Niyə yoxdur? Çünki 19-na qədər qoymuşuq. Bugün ayın neçəsidir? 24'dür. Tabı basıram. Yine 24. Tamam. Yeniləməni verdim. Artıq debitə düşdü həmin əməliyyat.
Borcumu o kadar azaltmış oldum. Eyni zamanda pul vəsaitimdə hardadır pul vəsaitim? Bəli, burada 100 manat azalmış oldu. Bu bankdan mənim ödənişim. İndi baxıram 211-imə. Görüm 211-də bir rəqəmim varmı? Yoxdur. Yəni mənə olan ödəniş yoxdur. Bu mənim etdiyim ödəniş idi. Deyək ki, kimsə biz xidmət qarşılığında bizim xidmət satışımız var idi. Olur. Öncədən avans alaq. Yenə bank əməliyyatı. 166 kelime yapmayacağız. Biz almışdıq xidməti. Mən bizim satdığımızı deyirəm ki, yəni bizə gələn pulu rəsmiləşdirək. Deyək ki, avans ödəniş eləsin. Daxil olan ödəniş tapşırığı. Bu niyə belədir? Məhdudiyyətləri verək. Aha. Əlavə et. Alıcı tərəfindən ödəniş seçdim. Ödəyən kim olsun? Deyək ki, biz bu məhsulu hansısa alıcımıza satmadan əvvəl ondan pulunu almalıyıq. Alıcılarda müqavilə yaradıram. Arazi market. Yazmaq. Müqaviləsində formalaşdıraq. Müqaviləsində ilk dəyişəcəyim şey uşaqlar. Alıcı ilə dəyişdim. Mal satış müqaviləsi. Хорошо. Давай. Tamam. Mal satış müqaviləsi. Müqavilə məbləği qeyd eləmirəm. Aldı satqı. Qeyd etdik. Yazmaq. Okey. Müqaviləm hazır. Hesab seçəm. Bank hesabı kimdən olsun? Azərtürk Bank olsun. Müxbir hesabı yenə Azərtürk Bank. Hesab nömrəsi isə hər hansı bir hesab olsun. Okey dedim. Yenə okey dedim. Kontragentim də hazırdır. Təşkilatın şöbəsi. Bu səfər deyək ki, yeni bir şöbə əlavə edək. Satış və marketing deyək. Dedik, məbləğ ödəsinlər bizə 2000 manat. Müqaviləsi nə çıxacaq? Satış müqaviləsi 211 1 bəli 543. Niyə 543? Bəli, alınmış avans hesabıdır. Bir dəqiqə mən alt hissəsini düzəldək görək burada nə qaldı? Pul vəsaiti daxil olacaq. Çox satacaq da yəqin ki, nə düzəltəcəksə onu. Alınmış avans, əsas məbləğ. Oy. Hələ tutmanı almamışıq. Görək necə düşəcək? Biz ödəniş kimi yazırıq. Alınmış avans, ödənişin hesabı. Var mı burada hesab? Görək nə göstərir? Kontragent. Alıcılar, Araz Market. İmtahan ambarı yox. MM14. Alıcının sifarişi nömrəmizdir. Rəqəm varımızdırmı? Baxaq. Mallar. Bizim hələ öz malımız formalaşmayıb deyə düzəldə bilmədim. Amma yenə də bir hesab faktura düzəltdim yəni. Amma hesab fakturaya dəyər qoya bilmədim. Amma sənədini formalaşdırdım. Tamam. Başqa nə sənədim qaldı burada? Heç bir şey. Ctrl Enter. Hazırdır. Debit kredit. 543 223. Mənim bundan əvvələ sənədim olmadığına görə bu formatda da əməliyyatım getdi.
Mən nə vaxt buna satış edəcəm, bunu avtomatik bağlayacaq. Eyni müqaviləni seçdiyimdə. Bu da mənim alınmış avans əməliyyatım. May değeri yok. Baba. Yəni bank hesabına gəldi. May değeri yok. Onu göster. Yox, hər azlı bir şeyimiz yoxdur satmağa onun üçün. Şunlardan soruyor. Evet. İndi uşaqlar bir də bunlar qısa getdiyinə görə başqa bir əməliyyatla işləyək. Yerli alışlarımız var idi də bizim, düzdürmü? Yerli nə almışdıq biz? Mandarin, liqua, alma. Hesabat, dövrəyə balans, 201, aktivləşdirək. Qalıqdır deyə aktivləşmədi. Buna 19 deyək. Bir sayı materyal 130 var. O yoldan hesabını. Aha. Uşaqlar, alma, feyxo, portağal. Baxırıq nə çoxdur, almanın miqdarı çoxdur. Yox, o alışımızdır. Alarıq, sonra qaytararıq. İndi isə qaytarma əməliyyatı da istəyirəm düşsün. Almadan 10.000 ədəd almışıq. Bunun 10.000 kiloqram, 200 kiloqramını qaytaraq geri. Bu qaytarma əməliyyatı nə olacaq? Biz bunu alış etdiyimizə görə mal və xidmətlərin mədaxili. Zayıflı. Almanı kimdən almışıq biz? Royal Agro Poyraz yapar bölümümüze dalma. Poyraz. ən birinci. 3200 budur. O ne garip adması sizin. Sağ düyməni də verib, əsasında deyib. Hara getdi bu? Malların satışı haqqında uşaqlar görə bilmirəm, kömək eləyin. Ha? Malların geri qaytarılması, tədarükçüyə geri qaytarılması. Yeni verilən sağ düymə əsasında təchizatçıya malların qaytarılması. Sənəti avtomatik verir. Yenə buradan çıxıram. Müəyyənləşdirirəm hansı qayməmlə geri qaytarma əməliyyatı eləyəcəm. Ayın 19-undakı qayməmlə. İlkin xammal nə bilim nə, belə deyək. Üzərində sağ düymə də verib gedə bilərəm. Buradakı işarə ilə də gedə bilərəm. Yəni, burada versəm, həmin hissəni açır. Sağ düymə əsasında təchizatçıya malların geri qaytarılması. Sənədi özü gətirdi, qoydu almanı. Mən nə qədər qaytaracam? 200 ədəd. Enter. 200 kiloqram. Xərcdəki 701. Hesablaşmanın çox hesabı. Qaytardığım zaman nə baş verməsi lazımdır? Hansı hesaba qaytarıram bunu? Öhdəliyimiz almalıdır. 531. İddialar üzrə hesab bunun nə olduğunu bilmirəm. Gəlirin çox hesabı. Alma mövzusu olmalıdır burada. O görək. Xərcin çox hesabı 701. Düz mü qeyd elədik? Düz qeyd elədik. Subkontur. Bizim adımız var mı burada? Materyal demişdik də düzdür, xammal. Xammal 701, yenə xammal. Tamam, subkontur 2 dənə var. Təqdim edilməsindən gəlir. Ya, bunlar lazım deyil artıq. Qeyd et. Okey. Nə deyir? 24-11-2025 yılında 40 böyle. Hemen aç biz de görək. Возврат поставщику. Незаконный счет дебетка. Onu bir tane bırakmışsınız debitin aşağıda. Bunu bırakmışsınız. Bunu mu deyir? 205 de buraya yazaq görək. Hesabı verəcək mi? Bismillah. Doğru əməliyyata girdim, yox.
alış əməliyyatı, təchizatçıya nədir var? Tədarükçüyə malların qaytarılması. İşlədiyim sənəd burada. Ha, 205 yerinə qaytaracağım hesabı istəyir. Bir dəqiqə. Hansı hesabdan qaytarıram, onu da bura istəyir. 205'in orada ne işmedi? Bu 201'den silir de özü. Tamam da düz. Düzdü de. Şuralar beni hiç açtırırsınız. 201 azalmalıdır, xam malım azalır. Borcum da azalmalıdır, borcum da azalır. Sadece olarak bunlar nədir? Ha, bu heç yerində. Bir dənə də ümumiyyətən əməliyyata burada baxaq. Sağ düymə. Bəli, qaytarmanı verdi. Gəlirik, bir dənə 531-də baxaq. Kimdən almışdım mən onu? Yük taşımamız var. Ты где? Agrovest var. MyHelper var. Oyalı var. Aha Poyraz. Bəli, Poyrazda yenileme verək. Poyrazda da 64 manat debitinə düşdü. 3200 manatın və 3316 manat qaldı. Bəs bura nə düşdü? Hə, təchizatçıya malların geri qaytarılmasının debiti 64 manat. Yine ayrı müqavilə. Yine həmin sənəd. Bəli, qaytarısındadır. Amma uşaqlar, da belə bir nüans da var geri qaytarmada. Biz geri qaytarma üçün xüsusi hesablarda istifadə edə bilirik. 602 kimi. Biz birbaşa öhdəliyin özünə yox, yəni 602-nin debitinə, təzədən 602-nin kreditindən 531-in debitinə də əməliyyata bağlaya bilərik. Amma o qədər, o burada proses bizim üçün yetərli deyil. Bu da qaytarma əməliyyatımız. Tərtib edək, bunu da bağlayaq. Tərtib etdik, bunu da bağlayaq. Bu da tədarükçüyə qaytarmamız. İstəsəz, mənim kimi əsasında deyil. Buradan da verib. Hara getdi bu? Hiç görmüşdüm. Ha. Buradan da sənəti açıb, satın alma komissiyası okey deyib, əməliyyatı buradan işləyə bilərsiniz. Bircə dəqiqə. Ben de deyirəm, o niyə qırmızı görünür? Ola bilər ki, bunun ambarı imtahanı yönlü seçmiş. İnanamıyorum. Ha? 24'ü zaten aldığımızdan sonra da. Kırmızı qaytarma olduğu için 531'dedir. Bilmirəm, oralarını qarışdırmaq fikrim yoxdur. Buradakı əməliyyatı da göstərək yerini, tədarükçüyə malların qaytarılması, sənədə əlavə edib, okey deyirəm, hansı kontragentin, hansı malını qaytarmaq istəyirəmsə, Citrus'dan da biraz qaytaraq, müqaviləsini çıxardıq. Satın alma, Citrus'un satın almasını çıxartdı ancaq görürsünüz. Baxın, doldurmaq, mədaxil üzrə dondurmaq. Ancaq Citrus'unkini çıxardır. Buradan da 120 dənə eləyək, geri qaytaraq. %101 hesaplaşmanın çok hesabı. Burada olacaq 201'i özü avtonom verir. İddialar üzrə bir dənə düşüncəmizi formalaşdıraq. Biz bunu gəlir hesabı yazmağa nə gerek var ki? 201 xammal niyetindən almışdıq. Burada da
531. Siz 602 nömrəli hesaba baxıb mənə deyə bilirsiniz onun adı sanı nədir? Özüm də deyə bilirəm əslində uşaqlar. Burada var satılmış mallar. Hə, 602 satılmış malların qaytarılması, 603 verilmiş güzəşt. Ha, все. Heç ona ehtiyac yoxdur. Okey. Əməliyyata bir də baxaq. Artıq nə verdi? 120 ədəd. Qaytardınız. Yencinin burada, değerini burada. Hammalı buradan sildirmeye değerli. Değerim burada. Niye gelir? Kimi tanıdı bunu? Hadi İlkay sənədin özünə baxalım. Görək burada nə qeyd elədim mən. Düz qeyd eləmişim də 201, 531, 601, 701. Başqa nə qeyd elədim ki, böyle verir? Niye fərqli müxabirləşmə verirsən? Petrol. Əməliyyatımız 105'in yerine özletmini doldurup yolları burada getdir. Burada ne farklı diye oldu ki gelirin kötü sarı olarak da yeni şeyi yazmıştım da ben. Hazırlık. Hazırlık. Hayır. Da. Özgür pasta şükür doğrudur. Vazıra zaflatı Doğru. gelir neyi daxil Yaxşı. Aha. Evet. geri qaytarmanın hesabı nə daxil? Satılmış malların qaytarılması, verilmiş satış ödevi, satılmış malların qaytarılması da var. Ben alınmışın geri qaytarılmasındayım. Ben artıq müxabirləşmək istəmirəm axı. Yalandan o ne gəlir kimi tanıyıram ki, mən nə məqsədlə tanımalıyam ki? Nə deyib tanıyacağım? Siz almadığınızı, aldığınızı qaytarmadığınıza görə sizdə ancaq proses elə. Sizdə ancaq proses satışdan qaytarmaq. Və salam, bu da mövcud. Bəli, təsisatçı malların geri qaytarılması. Bunun ambarına baxaq. Ambarı da düzəldək. Geçməliyim. Sənə kimdir daxı bunu dəyişdirən? Xarab olub baba. Bir. Əməliyyatda salam. Artıq 127.96 qaldı. Kimdir? Sistem usta. Bəli, bu da düz. Başqa hansı ödəmə əməliyyatımız? Yox, bu gəlin bax bir də baxaq. Başa düşmədim mən. Dövrəyə qalıq. Sonra.
Baxın bir dənə zəhmət olmasın. Biz neyləmişdik? Hansı məhsulumuz var idi bizim? Gələk həmin yerdən baxaq birinci. Bu gün eləmişik də, nə əməliyyat eləmişiksə, düzdür? 19-undan 24-nə qədər. Bu niyə belə drakonu verdi? Hə, bir dənə hesab seçmişəm, üzr istəyirəm. 201-i seçək. Baxın, 3200 ədəd malımız var idi. Daha doğrusu 10.000 ədəd malımız vardı. 3200 manat. Ondan qaytarma elədik 64 manat. 200 ədəd və qalıq anbarımızdakı malımız. Və portağal da qaytardıq 120 ədəd, bu da etdi 96 manat. Yine o da ambar qalımız olduğu kimi göstərir. Sənədlərini hardan işlədik? Algı sənədi, tədarükçüyə malların qaytarması. Baxın, qaytarmada miqdarımız, qiymətimiz olduğu kimi qalırdı. Hə? Bu da probotkamız. 201. Ambarımız azaldı. Xammal ambarımız 531. Tədarükçümüz də azaldı. Burada ədəvimiz olsaydı, ədəvini almış olsaydı onu da azaldacaqdıq. Yəni əvəzləşmə də azalacaqdı. Hə, bunu da eləyə bilirik. Yəni əməliyyat ədəveli olanda ədəvəsini özü qaytarır təzədən. Yəni bizim təsdiqimizlə. Məqsəd əsas burada nədir? 200 ədədin 64 manat olaraq qayıtması. Yəni bizim alış qiymətimizlə qayıtması. Hesabı 701'de. Bu verginin uçot hesabıdır. 701 xərc olaraq qeyd edirik. Əsas diqqət etməli olduğunuz şey ambarı düz seçməkdir ki, yəni ambarda fərqlilik verməsin. Öhdəlik zaten müqavilə əsasında qayıtmalıdır. Yəni mənim müqaviləm nədirsə, hara getdik bə. Bu müqaviləni almışamsa, bu müqaviləni də qaytara bilməliyəm. Okeydir. Bir də soruşuram, okeydir. Deyilsə bir dənə də əməliyyat edeyim. Tamam. Zəhmətimizə gələn əməliyyatı özünüz edin də, bir zəhmət. Mən buna ödənişlə bağlı bəlkə eləyim yenə bir dənəsində. Kimə borcumuz var idi? Sitrusa borcumuz var idi, düzdürmü? Bu qədər borcumuz var idi. Siz aldığınızda bileceğiniz. Gəl Sitrusa da kassadan ödəyək. Kassada pulumuz var idi. Bu da Flaneyi tanıtım boyunca. Kassa ödənişi, kassa məxaric orderi. Əlavə et. Mal satana ödəniş. 300 manat ödəyək. Təşkilatın şöbəsi. Hardan ödənişin? Əlavə et, mühasibatlıq. Flaneyi tebessü tanımım. Seçdim. Kontragent. Kimə ödəyəcəkdim? Sitrusu da. Sitrus müqaviləsi okeydir. Kassamız. Bizim öz kassamız hansıydı? Uzun adında bir şey yoktu. Kassa Elnur, imtihan kassa. Məncə var idi, pul qəbul eləmişik. Kasanı yaratan sürpriz. Kassamıza biz pul qəbul eləmişdik. Necə kassamıza? Ancaq banka qoymuşuq. Bir də Flaneyi Şimdi doğru diyelim de kassamız mevcut da bizim. 221. Kassamızın adı nedir? Esas kassa MM14. Esas kassa MM14. Bizim kassa elə belə deyil. 310 minlik kassadır. Bir de burada. Kassanı da seçtik. Ədəbi dərəcəsi yoxumuzdur. Ədəbəsizdir. Hesablaşma hesabı. 531 243. İlk gömrük bəyannaməsi varsa onun nömrəsi atlanılır burada. azalacaq. Provokasının göstergesi. Hələ bir əməliyyatı bitirməmişəm axı. Bir dənə burada daxil olur. Nə demişdik biz? Tədarükçü ödəniş. Tədarükçü ödənişi. Sənədin bir tane bir qismi görünmür məndə. Niyə bilmirəm? Aslında mən hamısı buradadır. Ağırlığa çıxdılar. Hə, beləymiş.
Sonra vəssalam, əməliyyatımız yerində 300 ədəd. Hə, bir dəqiqə burada dolduraq. Vermək. Kimə verəcəyik bu pulu? Aparsın. Lamiyə verək, o aparsın biz. Tamam, əsas. Lamiyə niyə verirəm? Sitrusdan malı kim almışdı? Sənin adın hanı be? Ha, buradasan. Sen de başına aldılar, bunu bölürler. Borcunu ödemiş. Onun bir qismini ödənişi, yaxşı da sənsin. Tamam. Əlavə nə sözün varsa, şəxsiyyət vəsiqənin informasiyaları yazılır, qeyd et və okey. Əməliyyata təzədən daxil oluram. Debit krediti 221.531. Yəni kassamız azalır, borcumuz azalır. Və çap et. Kassa məxaric orderi, okey. Artıq verilsin sona həmidliyə əsası alınan malların borcunun bir qisminin ödənişi, portağallar, məbləğ 300 azı, bəli. Bu da imzalamalar. Kontrol edirəm. Göstərəsən bəlkə ay printer. İstəyirəm şeyi göstərsin. Deyil. O burada imza ilə sonra əsas sənəd sayılmasın, kassa məxaric ödəyə. Kassa mədaxillər ciddi hesabat blankında olur. Məxariclərə ehtiyac yoxdur. Aha. Tekrar mənim dağılmalar bir de bunlar. Tamam, uşaqlar bu